Salam, mən Júlio Romão. Və siz Legioner verilişini izləyirsiniz. Xoş gördük, necəsiz? Yaxşı, sən. Çox sağ olun, yaxşı olasınız. Bilirik ki, qrafik çox sıxdır, Qarabağ Avrokuboklara hazırlaşır, çox çətin bir mövsüm sizi gözləyir. Eyni zamanda yəqin ki, maraqlı və həyəcanlısınız. Necə gedir hazırlıqlar Avrokuboklara? Hazırlığımız çox yüksək səviyyədə keçir. Azərbaycan çempionatı və Avrokuboklara hazırlaşırıq. Çalışırıq hər cəhbədə maksimum mübarizə aparaq, xallar qazanaq. Və ümid edirəm ki, bunu bacaracağıq. Ümumiyyətlə, mənə maraqlıdır ki, siz Qarabağ futbolçuları və siz püşkətmanı necə izləyirdiniz, yeni format barədə sizin gözləntiləriniz nədir və hansı rəqibi xüsusilə qeyd edə bilərsiniz? Püşkün bizə çıxartdığı rəqiblər arasında Tottenhamı xüsusi qeyd edərdim. Bura gələndən sonra arzum İngiltərə təmsilçilərinə qarşı oynamaqdır. Çünki İngiltərə çempionatını çox bəyənirəm. Püşk elə gətirdi ki, birinci oyun da Tottenhamə qarşıdır. Bizim üçün çox həyəcanlı oyundur. Yeni format maraqlıdır. Daha çox oyun keçirmək imkanımız olacaq. Bu mərhələ yanvara qədər davam edəcək. Özümüzü yaxşı tərəfdən göstərmək üçün fürsətimiz olacaq. Elə sırf Tottenhamlə oyundan danışırıqsa, Tottenhamə qarşı, eləcə də Ajax kimi böyük kollektiv var. Həmin oyunlarda qələbəni düşünürsünüzmü və inanırsınızmı? Mən bu siyahıya Ajax, Tottenhamlə yanaşı Lyonu da əlavə edərdim. Çünki futbol bugün dəyişir, detallar dəyişib. Biz inanırıq. Keçən mövsümdə biz parlaq oyun sərgilədik. Sadəcə inanmaq lazımdır. Müasir futbolda hər şey mümkündür. Və təbii ki, mövsümün əvvəlindən danışmaq lazımdır. Qarabağ çox yaxşı başladı Çempionlar Liqasının ikinci təsnifat mərhələsindən. Amma təəssüf ki, bu mövsümdə biz Qarabağı Çempionlar Liqasının artıq liqa mərhələsində görə bilmədik. Sırf Dinamo Zaqreblə oyundan sonra sizin fikirləriniz maraqlıdır. Sizcə nə çatışmadı və niyə komanda Çempionlar Liqasının yeni liqa formatında, liqa mərhələsində iştirak edə bilmir? Məncə, Dinamo ilə oyunda konsentrasiya çatışmadı. İmkanları dəyərləndirmək baxımından zərbələrdə bitiricilik çatmadı. Mövsümə çox yaxşı başladıq. Həm Lincoln, həm də Ludogorets'ə qarşı ələ düşən fürsətləri yaxşı istifadə etdik. Amma Dinamo Zaqrebə qarşı məncə həddindən artıq rahatlıq var idi. Bu amil də bizə mane oldu. Bu elə bir səviyyədir ki, burada epizodları dəyərləndirə bilməsən əzab çəkəcəksən. Bu cür oyunlarda rəqiblər bağışlamır və hər epizodu dəyərləndirirlər. Dinamo da bundan yararlandı. Hər halda sizə uğurlar arzu edirik Avropa Liqasında və ümid edək ki, bu dəfə də play-offda Qarabağ azarkeşləri sevindirəcək. Biz keçid alaq sizin Qarabağdakı karyeranızın ilk günlərinizə, ilk aylarınıza. Ümumiyyətlə, necə oldu ki, Qarabağa gəldiniz, təklifi necə aldınız və bura gələndə ilk təəssüratlarınız necə idi? Hər şey o qədər gözlənilməz oldu ki, özüm də təəccübləndim. Yeni mövsümlə bağlı planlarım var idi. Santa Clara'da qalmaq istəyirdim. Mövsüm ərzində qeyri-adi heç nə göstərməmişdim. Sıradan bir oyun sərgiləyirdim. İnanmırdım ki, təklif olacaq. Hər şey ani dəyişdi. Santa Clara'nın idman direktoru və baş məşqçisi mənə bu barədə xəbər verdilər. Çox maraqlıdır ki, Qarabağın təklifindən 6 ay əvvəl Zirənin baş məşqçisi Rəşad Sadıqov mənim oyunumu bəyənmişdi. O, məni Zirəyə dəvət etmək istəyirdi. Amma həmin an Santa Clara buraxmaq istəmədi. Elə alındı ki, Rəşad Sadıqov mənim oyunum barədə Qurban Qurbanova danışıb. Qurbanov da mənim oyunumu izlədikdən sonra təklif göndərib. Təklif gələndə tərəddüd edirdim. Düzdür, araşdırdım və gördüm ki, klub müntəzəm Avrokuboklarda oynayır. Amma əsas suallarım ölkə barədə idi. Heç bir məlumatım yox idi. Qərarımı verdikdən sonra anladım ki, düzgün seçimdir. Çox xoşbəxtəm. Çox əla qarşıladılar məni. Adaptasiya da yaxşı keçdi. Ölkə barədə məlumatı kimdən əldə edirdiniz və burada daha öncə oynayan bir futbolçu ilə tanışlığınız var idimi? Ölkə barədə informasiya əldə etmək çətin idi. Burada oynayan heç kimi tanımırdım. Sadəcə Santa Clara'da məşqçinin köməkçisi Danildo Osioli idi. Interin sabiq futbolçusu. O 10 il əvvəl Bakıda olmuşdu. Təbii ki, 10 il az müddət deyil. O, mənə o zamanki Bakı barədə məlumat verdi. Menecerim də məlumat toplamağa başladı. Rəylər çox müsbət idi. Mən də qərarı asanlıqla verdim.
Yeni gələndə nəyə öyrəşə bilmirdiniz? Ən çox Bakıda və yaxud ki, komandada hansı çətinliklər gördünüz? Əsas çətinlik dil bariyeri idi. İngilis dilim yüksək səviyyədə deyil. İndi artıq ingilis dilini inkişaf etdirmişəm. Rahat ünsiyyət qura bilirəm. Yeni gəldiyimdə futbol tərzinə də uyğunlaşmaq asan deyildi. Topla rəftar, məşqlərin intensivliyi, oyun tempi burada daha yüksəkdir. Qarabağın oyun planına uyğunlaşmalıydım. Burada daha sürətli düşünmək bacarığın olmalıdır. Amma çətin zamanlarda Qurban Qurbanova yaxınlaşıb məsləhətlər alırdım. O mənə çox kömək etdi. Yaxşıdır ki, komandada Braziliyalı futbolçular olub. O zaman Kadi də buradaydı. Richard uzun zamandır buradadır. Kevin və digər futbolçular mənə kömək etdilər. Bir çox futbolçular, elə Qarabağ futbolçuları və yaxud komandadan artıq ayrılan futbolçular Qurban Qurbanov barədə öz fikirlərini bildirəndə xoş sözlər bildirirlər. Siz Qurban Qurbanovla ilk söhbətinizi necə xatırlayırsınız və ümumiyyətlə baş məşqçi kimi onun barədə nə deyə bilərsiniz? Qurban Qurbanovla ilk söhbətimi çox yaxşı xatırlayıram. İlk gəlişimdə komandanın baş meneceri Asif Əsgərovun otağına gəldim. Baş məşqçimiz burada idi. O mənə inandığını və komandaya çox kömək edəcəyimi söylədi. Onu elə məqamda dedi ki, həmin zaman mən Santa Clara'da az vaxt qazanırdım və bu sözləri eşitmək mənə çox yaxşı təsir göstərdi. Daha əvvəlki klublarda az oynadığım üçün nəyə qadir olduğumu bilmirdim. Amma Qurbanov o sözləri deməklə mənim özümə inamı artırdı. Onun sayəsində mən inkişaf elədim və indi bu səviyyədə oynayıram. Qarabağla Avropa Liqasında və Çempionlar Liqasının play-offunda belə oynamaq şansım oldu. Heç vaxt inanmazdım ki, bu səviyyəyə çıxa bilərəm. Amma baş məşqçi mənə inandı. Xatırlayıram sizin komandaya yeni qoşulduğunuz ərəfədə, həmin o periodda müəyyən bir vaxt oldu ki, ehtiyat skamyada yer alırdınız və hətta bir müsahibəniz var idi, elə xatırlayıram flash müsahibələrdən birində. Elə mən özüm sizə sual vermişdim ki, ehtiyatda oturmaq sizi narahat etmirmi, nə qədər ehtiyat oyunçu statusunda qalmaq üçün normaldır. Siz isə bildirdiniz ki, məşqçinin qərarıdır və hər zaman rəqabət aparmağa hazırsınız. Mənə maraqlıdır ki, nə vaxt artıq Julio Romao özü hiss etdi ki, bu komandanın əsas heyət futbolçusu ola bilər və bununla yanaşı həmçinin əvəz olunmaz bir futbolçusu ola bilər. Qəbələ ilə kubok oyununda mənə şans verildi. Həmin oyun çox bərbad oynadım. Həmin o görüşdən sonra tez-tez eşidirdim ki, hamı mənim çox pis oynadığımı danışırdı. Bu, məni həm məyus etdi, həm də düşünməyə vadar etdi. Başa düşdüm ki, nələrisə dəyişməliyəm. Qurban Qurbanova yaxınlaşdım. Bilirdim ki, çox aşağı səviyyəli oyun sərgiləmişəm. Nələri dəyişməliyəm sualını verdim. O isə bildirdi ki, daha çox çalışmalısan. Çıxış yolu budur. Özüm də çox çalışmalı olduğumu anladım. Mən Qarabağa gələndə 84 kilo çəkidə idim. İndi 74 kiloqram çəkidəyim. Bu müddət ərzində 10 kiloqram arıqladım. Bugün mən Santa Clara'da oynadığım kimi düşünmürəm. Daha sürətli fikirləşirəm. Məhz baş məşqçinin dediyi kimi çalışdım və nəticəni gördüm. Bizim bu mövqedə hər zaman yaxşı futbolçularımız olub. Və hətta sən start heyətdə oynasan belə bir dəfə aşağı səviyyədə çıxış etsən, digər futbolçular yerini tutacaq. Həmin period Türkiyədə toplanış keçdik. Sonradan isə daha çox vaxt qazanmağa və əsas heyətdə oynamağa başladım. Anlayıram ki, start heyətindəyəmsə, daim formada olmalıyam. Səbail ilə oyunda meydana çıxdım və həmin oyundan sonra əsas heyət futbolçusu oldum. Mənə maraqlıdır ki, ilk gələndə Azərbaycan çempionatı barədə sizin fikirləriniz necə idi və dəyişibmi? Ümumiyyətlə, çempionatdakı rəqabət, mübarizə və hansı komandalar daha çətindilər sizə görə? Təbii ki, Azərbaycana gələndə maraqlanmışdım. Gördüm ki, Qarabağ ardıcıl çempionluqlar qazanır. Çempionat yəqin ki, asandır. Gəlib gördüm ki, heç də elə deyil. Nəticə əldə etmək üçün mübarizə aparmalısan. Mən gəldiyim dövr ilə indiki zamanı müqayisə etsək, indi daha gərgindir. Həm oyunçuların səviyyəsi artıb, hətta azarkeşlər baxımından artım hiss olunur. Məncə, növbəti illərdə daha maraqlı çempionat izləyəcəyik. Komandalardan isə Sabah və Zirəni xüsusilə qeyd edərdim.
Rəşad Sadıqov uzun müddətdir Qarabağda oynayıb. Klubun fəlsəfəsini bilir. Bizə qarşı necə mübarizə aparmalı olduğunu da bilir. Sabah isə digər komandalar kimi müdafiə deyil, hücum futbolu oynayır. Cəsarətli oyun tərzləri var. Onların oyun tərzini bəyənirəm. Maraqlıdır ki, bu siyahıda Neftçinin adı yoxdur. Halbuki biz bilirik ki, Azərbaycan derbisi adlanır bu maç. Və hər dəfə, xüsusən də son mövsümlərdə görüb və sizin də komandaya qoşulduğunuzdan sonra Neftçinin Qarabağ üzərində qələbələri də yoxdur. Ümumiyyətlə, buna səbəb nədir və indi futbolçular Qarabağ olaraq Neftçiyə qarşı oynayanda hər hansısa bir həyəcan olurmu, yoxsa artıq bu bir sıradan bir maçdır sizin üçün? Neftçinin adını çətin rəqiblər siyahısına əlavə etməmək üçün səbəblərim var. Onlar heç də yaxşı vəziyyətdə deyillər. Amma istənilən halda onlara qarşı oynamaq xoşdur. Qarabağ Neftçi maçlarına çoxlu azarkeşlər gəlir. İstənilən halda digər komandalara olduğu kimi Neftçiyə də hörmət edirlər. Rəqibdən asılı olmayaraq hər oyuna qələbə qazanmaq üçün çıxırıq. Bir çoxları çempionatın ən güclü futbolçusu kimdir sualına Qarabağın futbolçularının adlarını çəkir. Hətta sizin adınızı çəkənlər də var. Julio Romao'ya görə Azərbaycan çempionatının ən güclüsü kimdir? Ən yaxşı oyuncular arasında adımın çəkilməsi mənə xoşdur. Amma mən Abdullah Zubiri qeyd edərdim. Futbolçu inanılmaz bacarıqlara malikdir. Sanki sehirbazdır. Və sırf sizin mövqeyiniz üzrə Azərbaycan çempionatında ən güclü futbolçu kimdir sizcə? Oynadığım mövqe üzrə Qarabağda yaxşı oyuncuların sayı çoxdur. Mənim üçün kimisə adını çəkmək çətindir. Bir nəfərin adını çəkə bilərəm. Marko Yankoviçdir. Digərlərinin adlarını çəkmək çətindir. Yankoviçi deyirəm. Və bu mövsümdə sizin gözləntiləriniz maraqlıdır. Sizcə bu mövsüm Qarabağa çempion olmağa rahat olacaqmı? Yoxsa ümumiyyətlə bu mövsüm əsas rəqibləriniz kim olacaq? Çempionatı qazanmaq heç də asan deyil. Çempion olub olmayacağımızı indidən demək çətindir. Amma çox istəyirik. Sabah həmişə bizə çətinlik yaradan komanda olub. Zirəni də qeyd edə bilərəm. Ötən mövsüm ikinci oldular. Turan Tovuz da siyahıda olmalıdır. İddialı başlayıblar. Bu mövsümdə asan olmayacaq. Növbəti çempionluq üçün əlimizdən gələni edəcəyik. Çünki birinci pillə bizim üçün Çempionlar Liqasında iştirak şansı qazandırır. Mövsümün əvvəlində xəbərlər var idi ki, sizə təkliflər var başqa klublardan və hətta siz Qarabağı tərk edə bilərsiniz. Bu xəbərlər və yaxud da ki, bu şayələr hətta ötən mövsümün ortalarında da artıq var idi, xüsusən də Qarabağ Avropa Liqasına inamlı çıxış etdikdən sonra. Sizə şəxsən bu yay təkliflər olubmu və Qarabağı tərk etmək barədə düşünmüsünüzmü? Qarabağa gələndən sonra təkliflərim olub. Amma bu təkcə mənim üçün deyil, klub üçün də sərfəli olmalıdır. Əlbəttə, böyük liqalarda oynamaq hər zaman istəyim olub. Amma Qarabağla 2027-ci ilə qədər müqaviləm var. Hər mövsüm təklif olsa da, bu dəfə konkret heç nə olmuyor. Ramo'nun zərbəsi top qapıdan, Qarabağ hesabı açır, Julio Ramao! Əla, mükəmməl bir zərbə. Igor Rodriguez'a hər hansı bir irad bildirmək düzgün olmazdı. O qədər usta bir tərzdə topu qapıya yönəltdi. Julio Ramao qolunu vurur. Qarabağ 11-ci çempionluğuna böyük bir addım atmış oldu. Julio Ramao. Və bu onun mövsümdə komanda 71 gol vurub. Bu 72-ci topdur və bu Julio Ramao'nun ilk goludur. Maraqlıdır ki, Julio Ramao hansı komandanın azarkeşidir və hansı komandada oynamağı uşaqdan arzulayır? Uşaqlıqdan Flamengo azarkeşiyəm. Bir gün imkan olsa Rio'ya qayıdıb o klubda oynamaq çox istəyərdim. Ona görə də Flamengo'dan başqa indi heç bir klub ağlıma gəlmir. Maraqlıdır ki, uşaqlığınız necə keçib? Braziliyada böyümüsünüz. Orada yəqin ki, hər uşaq futbolçu olmağı arzulayır.
Sizin futbolçu olmaqda əsas pay sahibi, belə deyək, valideynlər oldumu, yoxsa uşaqdan futbola həvəs necə yarandı? Futbola kiçik yaşlarımdan başlamışam. Məktəbin həyətində meydançada oynayırdım. Məhəllədə futbola sevgim yarandı. Sonradan anam məni məşqlərə göndərəndə həvəssiz idim. Və o məni məcbur edirdi. Amma sonradan yavaş-yavaş həvəsim artdı. Anam məktəbdə işləyirdi. O mənim məşqlərimlə məşğul olurdu. Atam mexanik işlədiyi üçün mənə vaxt ayıra bilmirdi. Bir çox klublara baxışlara gedəndə anamla gedirdim. Sonuncu Braziliya klubum Santa Cruz oldu. Orada meydana çıxmadım. Nəticədə Santa Clara'ya keçdim. Və beləliklə Avropa karyeram başladı. Onu da qeyd etməliyəm ki, xaç atam Alex adlı bir şəxs anamla yanaşı futbolçu olmağımda əsas pay sahibi oldu. O vaxt xəyal belə etmirdim ki, belə səviyyəli turnirlərdə çıxış edə bilərəm. Bu səviyyəyə gəlmək üçün çox çətinliklər görmüşəm. Amma indi xoşbəxtəm. Məhz uşağınızda kumiriniz kimidir? Hansı futbolçunu çox bəyənirdiniz? Ronaldinho uşaqlıq kumirimdir. Məhz indi müasir futbolda bəyəndiyiniz futbolçular kimdir? Sırf mənim mövqeyimdə çıxış edənlərdən Pogba və Busquetsi qeyd edə bilərəm. Busquetsin topla davranışı məni heyran edirdi. Pogba ilə isə fiziki göstəricilərimiz çox oxşardı. Onu çox bəyənirəm. Təbii ki, Cristiano və Messini də qeyd etməliyəm. Bura gəlməmişdən əvvəl elə bizim həmkarlarımız arasında, əməkdaşlarımız arasında belə deyək, sual verdim ki, Julio Romao ilə müsahibəyə gedirəm. Sualınız varmı? Bir çoxları sual olaraq, zarafat yanı sual olaraq verdilər ki, Julio Romao rəqs etməyi hardan öyrənib? Çünki çox vaxt görürük, qələbələrdən sonra və yaxud da ki, mükafatlandırma mərasimində maraqlı rəqsləriniz var. Buna həvəsiniz yəqin ki, elə uşaqlıqda Braziliyadan gəlir. Braziliyada bu rəqslər çox məşhurdur. Lucas Paqueta'nın rəqsi də çox məşhur idi. Mənim də xoşuma gəlir rəqs etmək. İmkan olanda özüm də rəqs etməyi sevirəm. Bəzən komanda yoldaşlarım və klub işçilərimiz məndən oynamağımı xahiş edirlər. Bu, Braziliyada ənənədir. Boş vaxtlarınızda Bakıda nə işlə məşğul olursunuz və bizim ölkəmizə nə qədər yaxşı öyrəşmiş yeməklər barədə, musiqi və yaxud da ki, dil barədə? Əvvəllər həyat yoldaşımla daha çox şəhərdə gəzirdik. Çox vaxt ticarət mərkəzlərinə gedib şopinq edirdik. İmkan olanda restoranları gəzirdik. Amma ata olduqdan sonra qızımıza görə çox vaxt evdə oluruq. Yenə də imkan tapdıqca çalışırıq şəhərdə gəzək. Ən sevdiyiniz yemək hansıdır Azərbaycan mətbəxindən? Klubda bişirilən yeməkləri çox bəyənirəm. Biz Braziliyalıyıq. Bizim mətbəximizdə xüsusi dadlı yeməklər var. Burada Azərbaycan yeməklərində həmin o dadları hiss edirəm. Bolognese soslu spagetti, toyuq və kababı çox bəyənirəm. Ümumiyyətlə, klubda bişən yeməkləri çox sevirəm. Sonda rubrikalarımız var. Sizə sizin komanda yoldaşlarınızın adını çəkəcəm. Siz isə onları bir sözlə ifadə etməlisiniz. Başlayırıq. Şaruddin Məmmədəliyev. Şarudin. Dəli. Marko Yankoviç. Marko Yankoviç. Clássico. Klassika. Patrik Andrade. Patrik Andrade. Əsəbi. Como é que é chato? Leandro Andrade. Leandro Andrade. İfadəmə görə üzr istəyirəm. İt oynadım. Vale nada. Medina. Medina. Lendário. Əfsanə. Juninho. Juninho. Qarınqulu. Beşoviç. Beşoviç. O da dəlidir. Bəhlul Mustafazadə. Barlo.
Sério? ciddi, Elvin Cəfərquliyev Eu vim stresli, estressadinho. və Toral Bayramov. Tural. çox danışan, Benziyar Benzia. Classe. Elegância. elegant, və sonuncu Zubir. Zumbi e simplicidade. sadəlik, Bəs Julio Romao. Tem muito. maşın, Machine. Bizim daha bir rubrikamız var. Cəmi 5 futbolçunun adını çəkəcəm, sizin mövqedə oynayan. Siz sadəcə onların reytingə görə, yəni 1-ci və 5-ci yerlərə qoymalısınız. Makelele, 5-ci, Carlos Casemiro, Terceiro. 3-cü, Busquets, Primeiro. 1, Marco Yankovic, Quarto. 4, Patrick Vieira, Segundo. 2, Dida, Marcelo, Daniel Alves. Busquets. Ronaldinho Gaúcho. Neymar. Messi. Ronaldo Fenômeno. Cristiano Ronaldo. Sérgio Ramos. Thiago Silva, obrigado. Thiago Silva. Dida, Marcelo, Sérgio Ramos, Thiago Silva, Daniel Alves, Busquets, Ronaldinho Gaúcho, Neymar, Messi, Ronaldo Fenômeno, Cristiano Ronaldo. Okay. Təşəkkür edirəm müsahibə üçün və növbəti onlarda sizə uğurlar. Sağ olun.